Gələn il keçiriləcək Dünya Çempionatının püşkatma mərasimi keçirildi. Qeydim ki, Dünya Çempionatında 48 komanda 12 qrupda mübarizə aparacaq. Püşkün nəticələri bu cürdür. A qrupu Meksika, Cənubi Koreya, Cənubi Afrika Respublikası, UEFA D yolunun qalibi Danimarka, Şimali Makedoniya, Çekiya və yaxud da İrlandiya. B qrupu Kanada, İsveçrə, Qətər, UEFA E yolunun qalibi İtaliya, Şimali İrlandiya, US və yaxud da Bosniya-Hersegovina. C qrupu Braziliya, Mərakeş, Şotlandiya, Haiti. D qrupu ABŞ, Avstraliya, Paragvay, UEFA C yolunun qalibi Türkiyə, Rumıniya, Slovakiya və yaxud da Kosova. E qrupu Almaniya, Ekvador, Fildişi sahili Kurasao. F qrupu Niderland, Yaponiya, Tunis. B yolunun qalibi Ukrayna, İsveç, Polşa və yaxud da Albaniya. C qrupu Belçika, İran, Misir, Yeni Zelandiya. H qrupu İspaniya, Urugvay, Səudiyyə Ərəbistanı, Capo Verde. I qrupu Fransa, Senegal, Norveç. FIFA qitələrarası ikinci play-off Boliviya, Surinam və yaxud da İraq. C qrupu Argentina, Avstriya, Əlcəzair, İordaniya. K qrupu Portuqaliya, Kolumbiya, Özbəkistan. FIFA qitələrarası birinci play-off Yeni Kaledoniya, Yamayka və yaxud da Kongo. L qrupu İngiltərə, Xorvatiya, Panama və Qana. Qeyd edim ki, 2026-cı il Dünya Çempionatı 11 iyun, 19 iyul tarixlərində keçiriləcək. Beləliklə, püşkün nəticələri bəllidir. Nəticələrlə bağlı fikirlərinizi də bölməsində yaza bilərsiniz.